Allah Rəsulü buyurur, bir zaman gələr cəmaata, insanı bəzən həyat yoldaşı, bəzən ata-anası, bəzən övladları uçuruma aparar, həlak eləyər. Onu kasıb olduğu üçün danlayarlar, dannaq vurarlar ona kasıblığına görə. Və onu ailə üzvləri taqəti olmayan işlərə vadar eləyərlər. Gücü çatmayan işlərə vadar eləyərlər. Gücdən məqsəd fiziki güc deyil ha. Maddi nöqteyi nəzərdən, iqtisadi nöqteyi nəzərdən elə şeylərə vadar eləyərlər ki, onun taqəti yoxdur ona. Onun həddində deyil, onun gücündə deyil. Deyir, belə olanda bu cəhətdən o insanın dini əlindən gedər və həlak olar. İnsanın dini ki əldən getdi, həlak olur, bədbəxt olur. Bu həlakətə kim səbəb olur? Həzrət buyurur ki, bir zaman gələr insanın həyat yoldaşı. İndi açıq danışaq. Bir xanım ərinə deyər həyat yoldaşına, bax hələ filan kəslərə, o da kişidir, sən də kişi. Sən də özünə kişi deyirsən, gör necə dolandır öz ailəsinin uşağını. Dannaq vurar, kasıb olduğu üçün. Ata, ana oğluna deyər, bax xalqın uşaqlarına, gör nələr eləyirlər, dannaq vurarlar. Adam uşağına deyər ha, deyər bax gör filan kəsin uşağı nə cür dərs oxuyur, gör nə qədər ədəbli ərkanlıdır, hər cümə namazına gedir. Mənəvi nöqteyi nəzərdən təhsildə bəli nümunə gətirə bilər, danlaya bilər, sən də onu kimi ol. Amma kasıblığa görə, fəqirliyə görə uşağına ağır-ağır sözlər deyər. Biz də oğul böyütdük, cəmaət də oğul böyüdübdü. Cəmaətin oğlanları nə edir? Mənim oğlum mənim üçün nə edir? Sənin oğlun gül kimi oğlandır, namaz qılır, ibadət eləyir, çalışır, işləyir. Allah da ona bu ruzunu ayırıbdır. Cümə namazına gəlir, ədəbi var, ehtiramı var, hər namazdan sonra səni dua eləyir, xumsun verir, zəkatın verir, ziyarətinə gedir. İndi Allah bunu ayırıbdır, əlindən bu gəlir, kasıbdır. Sən onun daxilində olan xəzinələri dəyərləndir. Gör sənin oğlunda nələr var, imanı var, əqidəsi var, namazı, zəkatı var, əxlaqı var, insanlıq səziyyələrinə malikdir. Sən bunu dəyərləndir. Bəzi övladlar ataları bədbəxt eləyir. Xalqın ataları uşaqlarına bu cür eləyir, sən biz üçün eləmirsən. Sən qız atasına deyir. Vara belə şeylər. Filan kəs qızına filan qədər cehiz verdi, siz mənə niyə vermirsiniz? Filan kəsin varıdır verir, sənin atığın yoxudur. Ya oğlan deyir ki, filan kəs uşağı üçün məsələn bu cür telefon aldı, bu cür maşın verir, bu cür eləyir, sən mən üçün nə elədin?